İspaniya hakimiyyəti və Ümumdünya Səhiyyə Təşkilatı Tenerifedə MY Hondios kruiz laynerində aşkarlanan hantavirus infeksiyası ilə bağlı geniş miqyaslı beynəlxalq əməliyyata başlayıb. 3 nəfərin ölümü ilə nəticələnən epidemiya səbəbindən sərnişinlərin təxliyəsinə start verilib. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Ghebreyesus Tenerifeyə gələrək vəziyyəti yerindəcə qiymətləndirib. Jurnalistlərə açıqlama verən baş direktor əhalini sakitliyə çağırıb. Bu ikinci bir COVID-19 dalğası deyil. Ümumi əhali üçün risk səviyyəsi olduqca aşağıdır. İnsanların qorxmasına və panika yaşamasına heç bir əsas yoxdur. Gəmi ilə əlaqəli ümumilikdə 8 yoluxma halı qeydə alınıb. Aparılan laboratoriya analizləri nəticəsində 6 nəfərdə hantavirusun ştamı təsdiqlənib. Mayın 2-dən yeni ölüm halının qeydə alınmaması müsbət göstərici kimi qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının epidemiya və pandemiya məsələləri üzrə direktoru qeyd edib ki, virusun inkubasiya dövrünü nəzərə alaraq bütün sərnişinlər 42 gün müddətində aktiv tibbi müşahidə altında saxlanılacaqlar.